Deyək ki, ağacın budağındakı əriyin çaqqalasına, yetişməmişinə, çalına bir iynə ya da biz batırılır. Bu halda çaqqalanın varlığındakı ağışıq zərrələri nə edəcəklər? Özlərini necə aparacaqlar? Və yaxud məsələni başqa cürə qoyaq. Çaqqalanın birisinə istənilən bir yerdən iynə batırılır. Digərinə isə sənin yerini bildiyin və keçən il mənə izah etdiyin nöqtəyə, yəni onun varlığındakı ağışıq zərrələrinin daha çox toplandığı özəyə iynə batırılır və beləliklə bu yerlər zədələnir. Bu, çaqqalaların yetişməyi, dəyməyi prosesinə mənfi təsir etməz. Hər iki meyvə yetişəcək, amma bu yerlərin deformatik olunduğu bilinəcək. Özəkdə toplanmış ağışıq zərrələri oradan dağılmazmı? Yox, dağılmaz. Yetişdikdən sonra meyvənin dediyimiz özəyini bıçaqla üsulluca kəsdikdə, barmaqla hiss etməklə bilinər ki, həmin zədələnmiş nöqtə əriyin lətlinin digər yerlərinə nisbətən bərkdir. Çünki istər dolu vurmuş çal meyvədə, istərsə də sənin dediyin üsulla zədələnmiş o yerlərə meyvənin mühafizəsi üçün ağışıq zərrələrinin böyük bir qismi çox böyük bir sürətlə toplanacaq. Bu, zədələnmiş o yerin qopmaması və ya nəticədə meyvənin tamlığının saxlanması, bərpası üçün vacibdir. Müəyyən müddətdən sonra ağ zərrəciklər meyvənin bədənində öz sakit hərəkət ahənginə yenidən qayıdacaq. Yetişmiş meyvənin zədəsinin bərkimiş ətrafında isə tünd xaçı rəng çaları görünəcək.